Kim eder Allah'ı idrak, gözü mütləq olacaq pak. Görəcək çox şey şəffaf, eləməz, baxışın eyləməz israf, yaşayar saf. Və edər bəndəliyi xəlq arasında o nümayiş, qoruna ta ki əsayiş, budur Allah bəyənəmiş. Budur əslində rizayət və şəriət mədəniyyət. Bu cəmiyyət belə yolla olar islah, yox olar firqe-i gümrah, qəsəm Allaha o gün nur əliyər zülmətə misbah. Vəli əfsus, çoxu öz nəfsinə məhbus, eləyib əqlini məyyus, özünü iblisə məxsus. Pozulub tərtibi qanun, hamı yorğun, əsəbani, yuxu pozğun, iki söz bir-birinə gəlmir uyğun. Niyə dünya sizi öz qoynuna möhkəm sarıyıbdır? Nəyinə aşiq olubsuz? O ki çoxdan qarıyıbdır. O ki əvvəl yaranıbdır. Neçəmizlə dolanıbdır, neçəmizlə sevişibdir, neçəmizlə boşanıbdır. Bəşərin əqlin alıbdır. Elə bir dərdə salıbdır, unudub Allahı bəndə. İlişib öylə kəməndə çıxa bilmir və həqiqət də görəndə baxa bilmir, gözü kördür. Dili laldır, qulağı kar, bu nə haldır ki düşüb əşrəfi xilqət, ölüb əlbət bəşəriyyət. Vəli, amma vəli ətrafda nə varsa diridir, həm iridir, həm də kiçik zərrə olanlar o da bizdən biridir, bil. Gözvi sil, görəcəksən necə torpaq və dəniz, dağ və ağacdan yerə düşməkdə olan hər quru yarpaq və çəmənlikdə açan qönçə çiçəklər və mələklər, neçə qövmi yox edən vəhşi küləklər və xülasə, uca Allahın adını zikr eləməkdə yarışırlar, çalışırlar. Hamısı Allaha taət və ibadət edirlər və bu minvalla bəşər oğluna xidmət edirlər. Qulağın olsa duyarsan, necə söhbət edirlər, evin əşyaları barəndə şikayət edirlər. Günlərin bir günü bir sahibi mənzil, ev sahibi, özü cahil, yəni öz varlığının sirrinə qafil çıxır evdən, qaça-qaçla. Bir əlində qara pencək, bir əlində telefonla qara eynək, nə sağollaşmır uşaqla, nə böyüklə. Bu tüfeyli yaşayır başqa maraqla, qapını çırpır ayaqla. Əlləri məşğuldur. Açılır aləmi əşya, görünür batini məna, qapının gəldi səsi bu necə bəndədir Allah. Hələ mən görməmişəm bir dəfə evdən bu çıxanda Bismillah deyə, ya bir sələvat zikr eləyə, ya evə döndükdə sənə şükr eləyə. Nə zaman gəlsə qiyamət, verəcəm böylə şəhadət, bu bəşər həm özünə həm də edib həqqə xəyanət. Bu zaman sarpayı dilləndi qıraqdan, üz-üzə məscid ilə təmir edilmiş bir otaqdan, dedi bu bəndə uzaqdır qanacaqdan. Namazın vaxtı bunu çeyniyirəm, dişləyirəm mən, yenə durmur bu yataqdan. Elə bil ki ölüb artıq. Belə yazıq namazın fəlsəfəsindən çox uzaqdır. Elə bil bir yaşı var, körpə uşaqdır. Bu yatır sübh namazında, vəli zəncir boğazında, həyətində köpəyi yatmır, oyaqdır. Bu zaman taxta asılqan, tapıb imkan, dedi insan nə qədər az göz olarmış. Neçə il 5 dənə pencək, 2 köynək asılıb çiynimə yükdür və böyükdür, giyə bilmir. Xəbəri yoxdur ki, astarları 3 ildir çürükdür, götürüb eyləmir ehsan ki, ola bir kəsə dərman. Belə insan kimə lazımdır həyatda? Və divardan asılan köhnə saatda qarışır söhbətə ol dəm, sözü möhkəm, yerişi insana dərdqəm. Buyurur ki saatam mən, babamın ismi zamandı, çox ulu, çox qocamandı,
Kim onun qədrini bilməzsə əgər halı yamandır. Bu evin sahibi nadandır, cavandır. Hələ ki beyni dumandır, başa düşmür zamanın bitdiyi gün yevmil əcəldir. Və zamansız həyatın bağlılığı salih əməldir. Nə gözəldir, nə gözəldir. Bəşər oğlu zamanın xərc eləyə düz, yaşaya 100. Cənamaz gəldi dilə döz. Məni bir mömin olan kəs, məqamı üstün olan kəs, əməli düzgün olan kəs buna verdi. Dedi hər gün bunu 5 yol sərəsən, qibliyə sarı, o günahları namazlar yuya bari. Arada vaxt eləyəndə gecə yarı, onun üstündə böyük Allah'a qəddüvü büksən, gözünün yaşını töksən. Bu nəsiyyətdə ona olmadı ibrət. Yenə qəflət, yenə işrət, möhrün gəldi səsi vay. Bu edib haqqımızı zay, məni Zəvvar Hüseyn verdi buna pay. Kaş Zəvvar Hüseynin ayağı altda qalaydım, o gözəl bəndələrin ətrin alaydım, ağamın mehmanına xidmət edəydim və sonunda bir Hüseynci ilə şərafətlə gərək qəbrə gedəydim. Bu zaman aləmə sultan, əsəri xaliqi subhan, qara parçayla bükülmüş, toza batmış Kitabullah, yəni Qur'an. Dedi Rəhman və Rəhim, Allahın ismiyle açım dil, eləyim hər şey təhlil. Bəli, bu sahibi mənzil yaşayıb ömrünü cahil. Vəli Allah, bütün aləmlərə padşah. Kim özün saysa ona qul, eləsə tövbə edər tövbəni qəbul. Gözəl Allah sevir öz bəndələrin, hətta günahkar belə olsan, yaşad olsan. Bəs edər tövbə edib gəlsə namaza, diyanar razı niyaza, ola öz keçmişinə qəlb ilə peşman, onu əhv eləyəcək Xaliq-i Sübhan. Bu zamanda çalınır zəng və evin sahibi öz mənzilinə daxil olur ləng, pozulur evdəki ahəng. Yıxılıb səcdiyə səsləndi ilahi, məni əhv eylə bugün, tərk eləyim mən də günahı. Qaydışlar sənədi, yox bəşərin qeyri pənahi. Çalış erşən, alasan ibrəti sən də, olasan Allaha bəndə, olasan Allaha bəndə, olasan Allaha bəndə. Bizim hamımızı bağışlasın. Hərənin bir günahı var, hərənin boynunda. Allah bu Ramazan ayında, hazır bir dənə söz deyirəm, sonra verirəm ki, Allah bizim hamımızın günahlarını bağışlasın. Bu ay bağışlanma aydı. Gərək bağışlatdıraq özümüzə Allah'a inşallah. Allahla o ünsiyyəti, o kontaktı gərək qura bilək. Gözəl. Allah razı olsun. Allah razı olsun.